İstedadlı, mənəvi dəyərlərə sahib insanlardan biri olan, çox savadlı və dünya görüşünə sahib sənətkarlardan ən dəyərlisi Bağırov Şakir Abbasoğlu 1980-ci ildə Quba rayonunda dünyaya göz açmış, mağaza rəhbəri ailəsində tərbiyə almışdır. Şakir bəy uşaqlıq illərində evlərində Azərbaycan Respublikasının tanınmış simaları ilə görüşmüş, atası Abbas kişi, böyük heyranı olduğu Nəsibə Zeynalova, Səməndər Rzayev, Kamal Xudaverdiyev, Arif Quliyev kimi tanınmış simalar dəfələrlə onların evinin qonağı olmuş, illər ötdükcə onda mədəniyyət sahəsinə olduqca həvəs oyanmış, orta məktəbi özəl müəllimlərdən təhsil almış, Quba rayon 3 saylı tam orta məktəbinin məzunu olmuş, atasının xəstəlik keçirdiyi illərdə hər axşam Ulu Öndər Heydər Əliyev haqqında olan söhbətlərini dinləyib qələmə alan Şakir bəy xatirə dəftərinə qeyd edir. 1996-cı ildə ailəsində böyük itki olur. Şakir atasını itirir. Ondan sonra o atasının mağazalarında çalışaraq 1998-ci ildə əslən Qubalı olan Azərbaycan Respublikasının xalq artisti Zümrüd Məmmədova ilə tanış olur. Onun dəvəti ilə Bakı şəhərinə dəvət alır və ilk səsyazma Fialetov adlı studiyada Çingənəm və Neyliyə Billəm mahnılarını lentə alır. Karanlık gecede ateşin başında takınır zillerim, oynar çingenem. Elimden ne gelir neyleye billem, kalktı başımızı sevginin dadı. Təhsili olmayan Şakir Quba rayonunda Qütb televiziyasına dəvət alır və 1999-cu ildə çıxışlar edərək tanınmağa, ilk addımlarını atmağa başlayır. 1999-cu ilin yanvar ayından Xırdalan qəsəbə musiqi məktəbinin direktoru olan ailə dostlarından İlham bəydən böyük dəstək alaraq özəl müəllimələr tutulur və o təhsil alır. Xalq artisti Natəvan Şeyxovadan məsləhətlər alaraq dərslərinə davam edir. 1999-cu ildə Quba Bəşir Səfəroğlu adına mədəniyyət evində bayram günlərində konsertlərə dəvət alır. Qüssə tutub gəldi mi, bir dəfəlik gəldi mi, görməyirəm heç kimi, sənin yerin görünür. 2020-ci ilin fevral ayında Şakir və onun qonaqları adlı böyük konsert proqramı təşkil edərək tanınmağa doğru gedən Şakir 2020-ci ilin 8 mart günündən etibarən Qütb televiziyasının aparıcısı kimi öz fəaliyyətinə davam edir. Xoş gəlib bizim studiyamıza. Yəni müğənnilərin hamı öz elini işləyir. Məsələn, paxıllıq yoxdur. Paxıllıq mən eləmirəm. İllər artıq onu təcrübələndirməyə başlayır. Televiziya fəaliyyətində Respublikanın tanınmış müğənnilərini Qubaya dəvət edərək onlarla səmimi münasibət və dostluq münasibətləri qurur. – 2021-ci ildə Quba Olimpiya kompleksində böyük izdihamlı konsertdə Türkiyənin tanınmış müğənnilərindən biri olan Rafət Əl-Romanla səhnə alaraq böyük səhnənin izdihamını Rəhim Rəhimli və Almaz Ələsgərova ilə bölüşür. Sevgi dolu bütün bu karşılamaya çok teşekkür ediyoruz. Ben ve orkestram uzaklardan geldik ama değdi.
Şakir bəy əhalinin böyük sevgisini qazanır. 2022-ci ildən etibarən valideyn himayəsindən məhrum olmuş uşaqlara yardımını göstərərək onlara böyük qayğı göstərir. Həyat yolunda atasından qalmış vəsiyyəti davam etdirir. Kimsəsiz, əlil, xəstəlikdən əziyyət çəkən insanlara əl tutaraq qazancının bir çox miqdarını o insanlarla paylaşaraq həyatına davam edir. Allah Taala sizlərə can sağlığı versin. Kartof əkimində o qədər əziyyət çəkirlər. Bax, bu kəndin bütün qadınları, xanımları da gördüm orada dedi. Dua elədi biz. Kimsənə hədiyyə düşməliydik. Mən bütün xeyirçi dostlarıma hamısına minnətdaram ki, hamısı mənə bu dəstək oldular. Bir neçə ailələrə dəstək oldular ki, onlara Ramazan söhbəti verdilər. Bir neçə ailələrə burada gəlmişik. Ramazan söhbəti edir sizə. Bayramımız mübarək olsun. Neçə belə illərə çıxasınız gözəl-gözəl günlərə və buyurun bu sıcaqdan istifadə edin. Quba haqqında sənədli film ərsiyə gətirərək yaşadığı və böyüdüyü elini, obasını hər zaman televiziyalarda təmsil edir, Quba haqqında geniş təəssüratlarından danışaraq sevgisini bölüşür. Gəlin 2022-ci ildən 2025-ci illərə qədər yenidən səyahət edərək Şakir bəyin musiqilərini dinləyək və o illərə göz atmaq hamıya yəqin xoş olar. İndi sizin qarşınızda Şakir oxuyur. Sizin alqışlarınız altında. Buyurun. Çox sağ olun. Yarım gəlsə naz eyləmə, naz eyləmə, naz eyləmə. Gül üzlü yarım bax mənə, bir bax mənə, bir bax mənə. Sevdim səni elə, sevdim. Qanadım yox uçmağa. Sevdim səni elə, sevdim. Kədəri almağa. Nə dedim ki, küsüb getdim, əllərimi üzüb getdim, dodağını büzüb getdim, mənim canım ürəyim. Nə dedim, küsüb getdim, əllərini üzüb getdim. Ardından bir gecə ayrılıq nəğməsi, kölgəmə işıq saçar ayı şöyləsi. Gəzdim qaranlıq bu səhraları. Zülmət siləydi dərdimin çarəsin. Yağdı heç kim görməz dərdin aləsin. Dünyam diləydi. Aşk bir vəfadır, sadakat ise. Aşk hep kutsaldır, gizlilik ister. Aşk tele dokunup sevişmek ister. Amandı, amandı, yarım amandı, 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 yarım amandı, gel beni incitmem. Yarım amandı, 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 yarım amandı, 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 yarım amandı. İllər keçdikcə daha da insanları tanımağa başlayan, hamıya hörmət göstərən Şakir, Quba rayonunda regional televiziyalarda layihələr edərək Xəyal televiziyasında 6 verilişin rəhbəri olur və tanınmış müğənnilərlə veriliş apararaq onları şimal bölgəsində də tanıdır. Şou məkanının inkişaf eləməsində mənim əziz qardaşım Şakirin böyük xidmətləri var. Qubada deyək ki, şou sənətinin, incə sənətin bu müasir dalğasının peşəkarcasına təbliğində və inkişaf etdirilməsində gənc müğənni Şakirin də böyük xidmətləri var. El şənliklərinə getmək istəməyən Şakir, yaxın dostu Füzulinin təkidi ilə, onun vasitəsilə el şənliklərinə dəvət alır. 2015-ci ilin may ayında çox böyük bir həyat zərbəsi alaraq böyük xəstəlik və 4 əməliyyat keçirir. Yaradıcılığına bir il ara verir. Şakir həmin günləri belə xatırlayır. Xəstəxana günlərində ən böyük dəstəyi Türk sənət dünyasının Afroditası Banu Alkandan almışdır. Demək olar ki, sosial şəbəkədə Sibelcan, Derya Tuna, Nüket Duru,
Ayla Çelik kimi sənətçilərlə münasibət quraraq onların sevgisini qazanmışdır. Bəstəkar və aranjmançı Arzu Abbasova tərəfindən böyük dəstək də görür. Türk sənət dünyasının starı Sibircanın mahnısını ifa edərək qayıdış edir. 2017-ci ildən Qafqaz Media İstehsalat Birliyinin sədrinin təklifi ilə böyük xeyriyyə konsertləri təşkil edərək ictimaiyyətdə öz sözünü deməyə başlayır. İllərlə məktəbli uşaqlarımıza yeni il və Novruz bayramı tədbirləri təşkil edən Şakir uşaqlara vətənpərvərlik mahnılarını ifa edərək onlara milli adət-ənənələrimizi qorumalarını, Ulu Öndər Heydər Əliyev siyasəti haqqında danışaraq vətənpərvərlik mövzusuna toxunaraq tədbirləri təşkil edir. Ramazan bayramlarında, iftar süfrəsində az təminatlı ailələrlə görüşərək insanların dərdinə ortaq olur. 2020-ci il pandemiya dövründə 2500-dən çox ailəyə ərzaq yardımı göstərərək onların evində olub, yaşayışları ilə maraqlanıb və dəstək olub. Ali Baş Komandan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xalqın yanında olmalıyıq sözü ilə Şakir öz elinin sənətçisi kimi onlara qayğı göstərərək 2020-ci ilin mart ayından sentyabr ayına kimi hər gün evləri, kəndləri gəzərək yardım aksiyaları keçirir. 2020-ci ilin 27 sentyabr ayında 2-ci Vətən müharibəsi başlayanda Şakir bu dəfə də əsgərlərə yardımlarını əsirgəmir. 2020-ci ilin oktyabr ayının sonundan etibarən Quba, Qusar, Xaçmaz rayonlarının şəhid ailələrini gəzərək el oğullarının qəhrəmanları ilə tanış olur. Tanıyaq və tanıdaq layihəsini irəli sürərək öz vəsaiti ilə filmlər çəkir və ailələrə təqdim edir. Bu müharibədə də o özünü göstərdi. Biri həm tez keçdi, həm də çox ağır keçdi. Yəni hələ bir gün yoxdur, hələ bir dəqiqə yoxdur ki, yəni yaddaşımdan deyək. Yox da onun haqqında fikirləşmədən dəqiqə və saniyə yoxdur. Övlad itkisinə ana düzə bilmir. Həyat mənə üçün ölüb. Yoxdur həyat mənə üçün. Ceyhunla gidib hər şeyim, hər yüküm. Məktəb oxuyet, tibb kollecində oxuyetdi. Dedi ki, mama gidim əsgərliyə gəlim, gəlib davam edirəm. Mənə tez-tez zəng eləyətdə, mama yaxşı yox, hər şey yaxşıdır. Övlad itkisi olan bu ağır yükü görəsən, validə ana necə daşıyır? Çox şükür ki, bugünkü gündə torpaqlarımız işğaldan azad olundu. Balalarımız bizə elə bir sərvət qoydu ki, 7 arxa dönəmizə bəs eləyər.
yaz günü. O gün gələr buna inan, fərman verər baş komandan. Vətən oğlu qalx ayağa, gedək doğma Qarabağa, Qarabağ. 2021-ci ildə İşıqlı Yol adlı kitabını təqdim edir. Bir çox yazar, jurnalistləri tanınmış simaları toplayaraq təqdimatlar təşkil edir. 2022-ci ildə mənəvi anası Hacı Azadə Talih Abbas qızını itirir. Onun sonuncu vəsiyyəti Ulu Öndər Heydər Əliyev haqqında yazdığı Gəncliyimizin Öndəri kitabının 2022-ci ilin sentyabr ayında böyük təqdimatını edərək şəhid analarını dəvət edir. Quba rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ilə səmimiyyət quraraq, onlarla bayram günlərində, müqəddəs Ramazan ayında Qur'an-ı Kərim tapşıraraq iftar süfrələrində görüşür. Bir çoxunun gözü Şakiri görmədən keçsə də, ona qadağalar qoysalar da, Şakir bütün çətinliklərin öhdəsindən gəlir. Həyat yolunda çətinliklərə sinə gərir. Bu 25 ilini yalnız xalqına və əhalisinə həsr edir. Ailəsində isə anasını özünə dərd ortağı seçən Şakir onunla rahatlıq tapır. Öz isti ocağına sığınır. Sənət yollarının çətin olduğunu bilsə də, Şakir Abbasın məqsədi tanınmaq deyildi. Nəğmələri ilə sevilmək, könüllərdə taxtac qurmaq idi. Geriyə boylananda, keçdiyi yolların çətinliyin öhdəsindən gəldiyinə görə bir qürur qabarır göksündə. Səhnənin par-par parlayan işıqları belə onun səmimiyyətinə heç nə eləyə bilmədi. Tamaşaçı ilə arasında sınmaz, qırılmaz, sarsılmaz bir körpü qura bildi Şakir. Təkcə nəğmələri deyil, yardımsevərliyi, vətənpərvərliyi, mərhəməti də onu xalqın əzizinə, sevimlisinə çevirdi. Özünə dost və sirdaş qazanan bizim Şakir biraz dəli dolu, mehriban və şıltaq insandı. Hal-hazırda sizi o qədər sevən var ki, siz bunu bilməsəz də bizim Şakirimiz olaraq daim yaddaşımızda qalacaqsınız. Yaxşı ki varsınız. Həyat təcrübənizin 25 ilini öz sənətinizə həsr etdiyinizə görə sizə minnətdarıq. Sizi sevirik. Yaşayın və yaradın. Hər zaman xeyirli işlərə imza atıb bizləri sevindirin. Uğur qazanmaq üçün böyük ürəyə sahib olmalıdır insan. Bu da sizdə kifayət qədərdir.